El gölü yox, bəlkə Şah gölü düzdür, amma hansı Şahın gölü? Şah gölü Həsən padişahımızın xanımı üçün qurduğu bir göldür. Şah İsmailin nənə dədəsi olan Həsən padişahımız ki, təəssüflə siz onu Uzun Həsən adı ilə tanıyırsınız. Həsən padişahımız Türkiyənin Trabzon bölgəsindən gözəl bir xanımla evlənir. Trabzon güvərtili bir yerdir və bu xanım özünü Təbrizdə qərib hiss eləməsin deyə Həsən padişahımız Liğvan çayından yeraltı qənoları ilə su çəkib gətirib və Şah gölünü qurur. Və xeyri də bu olur ki, oradan ətrafda olan evlərə və zəmilərə su verilir. Elə indi də Şah gölünün suyu oradan gəlir. Və bu xanım Məsih dinli bir türk imiş deyə 2 dənə də kilsə tikir şəhərdə. Və bu da bizim böyükdən kiçigimizə qədər qadınlarımıza, xanımlarımıza necə dəyər verdiyimizi göstərir. Həsən padişah Səfəvidən öncə yaşayan Ağqoyunlu İmperatorluğunun başçısı, yəni rəhbəri olmuşdu. Ağqoyunlu İmperatorluğunun hansı ölkələr hakimiyyətinin altından keçibləri sizə saylayıram ki, indi hər birisi özünə görə məmləkət olublar. O taylı bu taylı Azərbaycan ortağı olaraq İranın böyük kəsimləri, Türkiyə, Diyarbəkirə qədər, lap belə Diyarbəkir öncə başkəndi, yəni paytaxt olmuşdu, sonradan köçürmüşdü Təbrizə. Əraq, Gürcistan, Ermənistan və Pakistan, Suriyə, Əfqanistanın da böyük kəsimləri bunların hakimiyyətinin altından keçiblər. Dostlar, bizi tarix boyu təkcə öz əlimizlə vura biliblər. Təhqir üçün Həsən padişahımıza Uzun Həsən, Əmir Teymurumuza Teymuri Ləngid edirdiblər. Amma bir İngilisin tulasına ki, qorxusundan cah məmləkəti pay verib, cah məmləkətdən qoyub qaçıba bu yekəlikdə şah deyirlər. Həsən padişahımızın da qəbri Təbrizdə Daray xiyabanında Sabul Əmr məscidindədir. Sağ qalın.